Pəncəlin adı verməkdən, təsdiqləməkdən necə sevindirəm. Allah bizim xalqımızı həmişə sevindirsin. Allah xalqımıza, prezidentimizə can sağlığı versin. Bu azadlığı bizə bəxş eləyən bizim prezidentimizdir. Allah ona kömək olsun. Allah can sağlığı versin. Allah sizə də can sağlığı versin. Allah sabir versin sizə. Senin hamı təşəkkür edir. Allah şifa versin. Çox sağ olun. Allah ruhunu şad eləsin ana. İnanın ki, həminki gün bütün Azərbaycan xalqı ayağa qalxdı. Hamı sevinirdi, hamı təbrik edirdi. Bütün sosial şəbəkələr, bütün media hamısı, hamı bayram edir. Allah ruhunu şad eləsin. Düzdür, özü bugün həyatda yoxdur. Amma ruhu buradadır. Pəncəli Azərbaycanın qeyrət simvoludur. Cəmi şəhidlərimiz. Din başımızı uzaq tutdu. Edəns qəhrəmanlar, şəhidlər, qazilər, milli qəhrəmanlar. Allah atasını da rəhmət eləsin. Amin. Görmədi. Gələn bura bizim Azərbaycan tanınmış yazısıma Mixoş Abdulladır. Bunlar 3-cü dəfədir gəlir. Allah köməyiniz Allah olsun. sizi var eləsin. Allah sizə də can sağlığı. Sizi ana kimi bilsin. Şəhid anaları, mən həmişə onları bir diqqət mərkəzində saxlamışam görüşlərdə. Şəhid anaları oğullarından sonra Allah Taala onlara o qədər belə içəridən ruh verir ki, o oğulların qəhrəmanlıqlarını onlar elə izah edirlər. İnandırım sizi, bunu dəfələrlə sübut eləmişsiniz ki, siz həqiqətən sıradan bir analar deyirsiniz. Məsələn, mən deyirəm ki, mənim anam, bir qeyrisin anası o qəhrəmanı doğa bilməz, həyata verəməz. O sizin kimi analardır. Allah sizi var eləsin, salamat eləsin, Allah sizə səbir versin. Biz də o qəhrəman, milli qəhrəman adı eşidəndə almasın, inandırım, o qədər çox sevim. Niyə görə biz çoxdan gözləyirik? Çoxdan gözləyirik. Sizin o sözlərinizi də hər gün gələn qonaqları izləyirik, sizin danışığınızı izləyirik. Allah xalqımızı var eləsin ki, gəlirlər, bütün yerlərdən gəlirlər, var olun. Bir də ki, Allah həmişə belə mən düşünürəm, Allah onun atasının ruhunu şad eləsin. İndi onun da atasının ruhu şaddır ki, oğlu belə axır ki, o ada qovuşdu. Var olun, salamat olun. Çox sağ olun, minnətdarım. Mixoş Abdullah, bizim Azərbaycan tanınmış yazısımız. Vasif, Hüseyin. Mən elə bir şey mümkün olsa deyərəm. Mən jurnalistdən başladım. Vasif Hüseyin deyim, Famil məni tanıyır. Şir Məmməd məni tanıyır. Pəncəli şəhid olan gündən, 2016-cı ildən bugünə kimi Pəncəli şəhid olandan ancaq şükür Allah ki, onun haqqında yazırıq. Onun məsələlərini hamısını qaldırmışıq mətbuatda. Elə bu milli qəhrəman adı söhbət hələ çıxmışdı, o hələ vermirəm. Mən yenə Famillə danışdım, bir yazı yazdı. Sonra əmisi ilə danışdım. Sonra şükür Allah ki, xəbər verildi. Təzdən o məsələni qaldırıb yazdı. Bir-birimizi təbrik elədik. Mən birinci dəfədir bura gəlirəm. Təəssüf ki, həmişə arzulayırıq ziyarət gələk, Bakıda olaraq. Bu dəfə gəldik rayona. Rahid müəllimlə görüşdük. Əslində bu görüşün təşkilatçısı, bu təşəbbüsü Rahid müəllim. Dedim belə bura getmək istəyir, Pəncəliyə getmək lazımdır. Görmək istəyirəm, yaz yazalım, geniş bir yazı yazacam. Dedim mən əldə edəyərəm, gedəlim. Dostlar tanışam, hamısını yığıb, zəng edib, görüş təyinlədi, vaxt təyinlədi. Bizi yığıb gətirib, sağ olsun. Allah onun sağ olsun, Allah şəhidimizə rəhmət eləsin. Çox sevinirik ki, bu gün səhəkimizdəyik, burada Pəncəlinin doluq boya başa çatdığı evdəyik. Sevinirik ona görə ki, milli qəhrəman adı alır. Şəhidimizə, Allah cəm şəhidlərimizə rəhmət eləsin.